Herkese salam. Musiqi nəzəriyyəsi fənnini mənimlə birlikdə öyrənmək istəyirsinizsə, onda düzgün ünvandasınız. Elə isə gəlin keçək yeni dərsimizə. Dərsimiz olacaq konsonans və dissonans intervallar. Deməli, bu dərs dayanır harmonik intervallara. Harmonik intervallar səslənməsinə görə iki yerə bölünür. Daha doğrusu iki yer yox, qrupa bölünür. Konsonans və dissonans intervallar. Deməli, biri yumşaqdır, biri də zərbdir, yəni səsli də tez olanlar. Yumşaq səslənən konsonansdır, qulağa xoş gələn, həmahənglik yaradan, belə xoş templi, xoş aura verən intervallardır. Deməli, xalis intervalların hamısı prima, oktava, kvinta, kvarta. Bir də ki, tersiyalar, bir də sekstalar aiddir. Böyük tersiya, kiçik tersiya. Deməli, bütün xalis intervallar, yəni prima, oktava, kvarta, kvinta, bir də həmçinin böyük və kiçik tersiyalar, bir də böyük və kiçik sekstallar. Üç yerə bölünür konsonans intervallar. Daha kimi konsonanslar, yəni ki, bura aiddir prima ilə axırıncı olan, yəni ki, oktava, prima və oktava. Verilib burada not yazısından baxa bilərsiniz, yararlana bilərsiniz oradan da. İkinci olacaq kamil konsonanslar. Yəni ki, bunlar da dördüncüdür, beşinci intervallarımızdır. Deməli, kvarta ilə kvintadır. Demişdik ki, biz kvarta, kvinta, prima, oktava, kvarta, kvinta bunlar bitdi. Nisbi kamillər isə deməli 3-cü intervalla 6-cı intervalda tersiya, böyük tersiya, kiçik tersiya, böyük seksta, kiçik seksta olmaqla bunlar da 4 dənədir. Həmahənglik yaratmayan, bir-biri ilə həmahənglik yaratmayan, xoş gəlməyən, zid səslənən dissonans intervallardır. Qulağa xoş gəlməyən intervallar. Böyük və kiçik sekunda, septimalar, bir də ki, artırılmış, əksildilmiş bütün intervallar, 2 dəfə artırılmış, 2 dəfə əksildilmiş intervallar daxildir. Deməli, intervallardan böyük sekunda, kiçik sekunda, böyük septima, kiçik septima, bir də ki, artırılmış, əksildilmiş intervallar. Onun da növləri var. İndi 2 dəfə artırılmış, 2 dəfə əksildilmiş. Bütün artırılmış, əksildilmiş intervallar dissonans intervallardır. Yəni ki, artırılmış intervallara indi misal deyəcəkdik. Biz gələcək dərslərimizdə də deyəcəyik ki, dissonansdır. Hətta septakollarda da siz belə konsonans və dissonans intervalların yəni ki, izahına rast gələcəksiniz də, onların üzərində tətbiq edəcəyik bu dərsi. Deməli, artırılmış və əksildilmiş intervallar dissonans olsalar da, bəziləri qeyri-kamil və kamil konsonanslardan enharmonik bərabərdirlər. Yəni konsonans kimi səslənirlər. O demək deyil, bu konsonans olacaq bunlar. Dissonansdırlar yenə də. Testdir, nə bilim, sualdır, sizə rast gələndə təbii ki, bunu dissonans götürəcəksiniz. Deməli, böyük, kiçik sekundalar, bir də septimalar, bir də ki, artırılmış, əksildilmiş intervallar. Yəni belə götürəcəksiniz. Amma ki, nəzəri cəhətdən belədir, dissonansdır. İndi bəziləri ola bilər ki, qeyri-kamil, kamil və kamil konsonanslardan enharmonik bərabərdirlər. Bir də ki, konsonans kimi səslənirlər də. Əksildilmiş kvartadır, böyük tersiya, bir də ki, əksildilmiş seksta, xalis, kvinta kimi səslənə bilər də. Yəni ki, əksildilmiş kvarta dönüb böyük tersiya kimi səslənə bilər. Onu kimi səslənə bilər, amma o olmayacaq. Əksildilmiş seksta ilə əksildilmiş sekstadakı xalis kvarta kimi səslənə bilər. Yəni ki, amma ki, yenə də testdə siz bunu dissonans kimi götürəcəksiniz. Bəli, bugünkü dərsimiz bu qədər. Ümid edirəm dərsi və video izahı bəyəndiniz. Əgər bəyəndinizsə, kanala abunə olmağı, videoya like atmağı və bildiriş açıq saxlamağı unutmayın. Sağ olun.